بذكر الله ترتاح القلوب وتنزاح المتاعب والكروب وتنزل رحمة الغفار. بسم الله الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Kitab-ı Təvhid 9-cu bab. Ağac, daş və s. bu kimi şeylərə təbərrük edən kəs haqqında. Müəllif Ət-Təmimi rahimehullahu teala bu barədə deyir. Uca Allah buyurur. Nəcm surəsi 19-cu ayətdə Allah subhanahu və teala belə buyurmuşdur. Əfəra'aytumul lətə vəl-uzzə. Lat və Uzzanı gördünüzmü? Davamında isə Ət-Tirmizi, Əhməd, Əbdurrəzzaq, İbn Əbu Asim Əs-Sünnə əsərində, İbn Hibban və Ət-Təbəraninin Əl-Kəbir əsərində isə yer alan bu hədisi zikr edir. Ən Əbi Vaqidin Əl-Leysi qalə خرجنا مع رسول الله صلى الله عليه وسلم إلى هنين ونحن هدفاء عهد بكفر وللمشركين سدرة يأكفون عندها وينوتون بها أسلحتهم يقال لها ذات الأموات فمررنا بسدرة فقلنا يا رسول الله اجعل لنا ذات أموات كما لهم ذات أموات فقال رسول الله صلى الله عليه وسلم الله أكبر إنها سنانه قلتم والذي نفس بيده كما قالت بنو إسرائيل لموسى اجعل لنا إلها كما لهم آلهة قال إنكم قوم تجهلون لتركبن اسنان من كان قبلكم. Əbu Vaqid Əl-Leysi rəvayət edir ki, biz Rasulullah sallallahu aleyhi və səlləm ilə birlikdə Huneynə çıxdıq və biz küfürdən yeni qurtulmuşduq. Müşriklərin sidr ağacları var idi. Onun yanında dayanır və ondan öz silahlarını asırdılar. Ona Zatu Ənvət deyilirdi. Biz də bir sidr ağacının yanından keçərkən dedik: Ey Resulullah, ey Allahın Rəsulu, onların Zatu Ənvatı kimi bizə də bir Zatu Ənvat təyin et. Resulullah sallallahu aleyhi və səlləm isə belə dedi: Allahu Ekber. Bu əvvəlkilərin yollarıdır. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musaya dedikləri kimi dediniz. Onların ilahları olduğu kimi bizim üçün də bir ilah düzəlt. Musa dedi, həqiqətən siz cahil bir toplumsunuz. Əl-Əraf surəsi 138-ci ayət. Siz mütləq özünüzdən əvvəlkilərin yollarını tutub gedəcəksiniz. Ət-Tirmizi rəvayət etmiş və səhih olduğunu demişdir. Subhanəkallahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka və ətubu ileyh.